Müəllif əvəzliyinin iki növü var. Asılı və müstəqil. Asılı o demək deyil ki, şkafdan asmışam. Yəni isimdən asılıdır. Deməli, özündən sonra mütləq isim tələb edir və isimdən asılıdır. My book. Mənim kitabım. Your. Sənin kitabın. Your book. Her. Her book. Onun kitabı qadın cinsində. His book kişi cinsində. It-sı yanında qoyuruq. Bir dənə kofta almışıq və ya koftanın düyməsi deyək. Its button, onun düyməsi. Deməli, bunlar təkdə olanlarımız. İndi keçdik. Bizim sinifimiz. Our class, bizim. Your, sizin və onların. Their, onların. Bunlar asılı olanlardır. Özündən sonra mütləq isim gəlməlidir. Və bir qayda olaraq yadınızda saxlayın ki, bunlar heç vaxt cümlənin sonunda işlənməz. Təbii ki, cümlənin sonunda işlənməyəcək, çünki ondan sonra isim gəlməlidir. İndi müstəqil deyəndə isə müstəqildən sonra heç bir zaman isim gəlmir. Özü isimsiz müstəqil işlənir. Deyirəm mənim kitabım və ya deyirəm mine, mənimki. Deyirəm whose it, nədir o, kimindir o? Ya deyirsən my book, isim nə demək istəsən deyəcəksən my book. Və ya qısa isimsiz mine, mənimki. Bir dənə my fərqlidir. Qalanlarının hər birinin sonuna S artıraraq müstəqil yaradırsan. Yours, səninki, your book və ya yours. Hers, our class deyirsən, ya da ki ours deyirsən. Ya your class deyə bilərsən, ya da yours, sizinki. Ya their book deyirsən, their class deyirsən, nəsə bir isimlə deyirsən və ya deyirsən theirs. Nədir? Onlarınki.